Görüntüsü kimi dadı da möhtəşəm olan kəsmikli piroq reseptini bölüşmək istəyirəm. Qaba 5 ədəd yumurta, 1 stəkan şəkər tozu əlavə edib ağarana qədər qarışdırırıq. Üzərinə 3 xörək qaşığı süd əlavə edib 2 stəkan un da qarışdırıb və qabartma tozu əlavə edirəm. Hissə-hissə unu əlavə edirəm ki, çox olmasın, ancaq 2 stəkan un kifayət etdi. Unun kalitəsindən asılı olaraq azalıb azala bilər. Stəkan yarımda un istifadə edə bilərsiniz. Unu əlavə etdikdən sonra yaxşı-yaxşı qarışdırıram. İçərisində elə qarışdırmaq lazımdır ki, topa düyünlər qalmasın. Əgər videomu bura qədər izləmişsinizsə, kanala abunə olub like atmağı unutmayın. Qabın dibini yağlayıram. Yağladıqdan sonra üzərinə un gəzdirib hər tərəf üçün səpələyirəm və qarışımı qaba əlavə edirəm. Qıraqda isə 2 ədəd kəsmik var. 2 ədəd yumurtanı istifadə elədim və üzərinə 1 stəkan şəkər tozu əlavə edib qarışdırıram. İstəsəz həm mikserlə, həm qaşıqla qarışdıra bilərsiniz. İlk öncə çəngəllə qarışdırıram. Daha sonra isə mikser çubuğu ilə açılana qədər qarışdırıb, qarışımı tək maye olana qədər hazır edirəm və xəmirin üzərinə əlavə edirəm. Xəmirin üzərinə əlavə etdikdən sonra üzərinə çiyələk dilimləri istifadə etdim. Siz istənilən növ meyvə istifadə edə bilərsiniz. Hətta meyvəsiz də edə bilərsiniz. Amma mənə görə kəsmikli piroqa ən gözəl yaraşan çiyələkdir. Üzərinə çiyələkləri düzdükdən sonra isə 180 dərəcəli sobada alt rejimdə, məndə itimat sobasıdır. Təxminən 30-40 dəqiqə müddətində bişirirəm. Əgər işığınız daha itidirsə, o zaman ocağın altını daha da azaltmaq lazımdır. Mən 180 dərəcədə, bizdə işıq zəif olduğu üçün 180 dərəcədə bişirdim. Və budur. Çox gözəl piroqumuz. İçərisi görürsünüz necə pişib. Siz də hazırlayın, nuş edin. Əminəm ki, sizdə buna da gözəl alınacaq. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah yeni videolarda görüşənədək hələlik.